Hindistanı fəth edən Böyük İskəndər Aristotelin tələbəsi olub. Aristotel özü də fizionomiya ilə məşğul olub və fizionomiya sayəsində də Böyük İskəndər Hindistanı fəth edə bilib. İskəndər səfərlərə çıxarkən öz müəllimlərindən bu barədə tövsiyələr də almağı unutmurmuş və ən əsas tövsiyələrdən də biri belə olub ki, döyüşçü olaraq seçdiyin insanların alnı dik, burnu kəmərli, almazı kəmərlə bəlirgin və qulaqları böyük olan insanlar olsun. Bu günləri qulaqlar haqqında biraz məlumat vermək istəyirəm. Əsasən, böyük qulaqları olan insanlar dirəncli, iradəsi güclü olan insanlar olurlar. Qulaq 3 hissədən ibarət olur. Birinci hissə insanın intellektual səviyyəsi və bacarıqlarını göstərir. İkinci hissədən heç vaxt danışmaq fikrim yoxdur. Ona görə ki, insanın özünə görə özəl məlumatlar daha çoxdur. Üçüncü hissəsi isə qulaq məmələridir, şəkildə göründüyü kimi. Qulaq məmələri başa yapışan insanlar əmr almağı sevən insanlar olurlar. Yəni, özləri qərar qəbul etməkdə çətinlik çəkən insanlar olurlar. Əgər qulaq məməsi başa yapışıq deyilsə, bu insanlar əmr verməyi sevən insanlardır və eyni zamanda qərar qəbul etməyi sevən insanlar olurlar.